Salam əziz izləyicilərimiz. Bu gün sizinlə dahi romantik bəstəkar Friedrich Chopin'in Don Juan mövzusuna, Mozart'ın operası Don Juan'ın mövzusuna yazmış olduğu variasiyası haqqında danışmaq istəyirəm. Əslində normalda bu əsər haqqında öz hazırlıq müəllimələrimə danışdığım üçün onların xahişi və özümün də marağımı cəlb etdiyi üçün istədim ki, YouTube-a çoxdan da video yerləşdirmirdim. Müəyyən maraqlı, bəlkə də kitablarda çox da məlumat olmayan bir əsər haqqında danışım. Çünki kitablarda çox məlumat olan əsərlər barəsində onsuz da biz çox şey eşidirik, görürük, araşdırırıq və tapırıq. Bir də var, misal üçün məlumat olmayan əsərlər, misal üçün Chopin'in bu variasiyası haqqında. Ümumiyyətlə, opera haqqında danışmaq istəməzdim burada, lakin bir qısa məlumat vermək istəyirəm ki, Don Juan Mozart'ın islahat operasıdır. Bir opera islahatçısı olaraq bu operada seriya operası ilə komik opera bufanı birləşdirmişdir. Və burada ən maraqlı nömrələrdən biri də məhz Don Juan'la Serlina'nın duetini Chopin öz əsərində, variasiyasında əsas mövzu olaraq, yəni bizim variasiyanın forma düsturu yadımızdadırsa A, yəni tema olaraq seçir. Bilmək istəyərdik ki, əslində bu variasiya Opus 2-də yer alır. Normalda bunu Chopin fortepiano və orkestr üçün yazmış ilk əsəri olaraq 17 yaşında yazmışdır və si bemol major tonallığına əsaslanan bu əsərə diqqət eləsəz görəcəksiniz ki, birazdan da izahım verəcəm. Əsərin temasına, yəni mövzusuna keçməmişdən öncə bu əsərdə introduksiya var. Yəni normalda mövzu variasiyada necə olur düstur olaraq? A tema, yəni mövzu, A1, A2, A3 və s. A1, A2, A3 və s. də biz bəzən harmoniya, bəzən faktura, bəzən ritm, bəzən tonalıq və s. baxımından dəyişikliklər məruz qaldığını görürük. Variasiya sözünün özünün mənası axı dəyişmiş deməkdir, variasyon sözündəndir. Mövzu və onun dəyişdirilmiş təkrarları deməkdir. Və burada da biz əslində Chopin'in 17 yaşında yazmış olduğu fortepiano və orkestr üçün ilk əsərini dinləmiş oluruq. Gəlin bir qədər introduksiya ilə tanış olaq. Burada dayandıraraq onu qeyd